Salam əziz 9-cular. Bugünkü 9-cu sinif buraxılış imtahanının cavablarını birlikdə izləyək və suallara cavab verməyə çalışaq. Dinləməmizə sadəcə göz gəzdiririk. Dinləməmiz hələ yoxdur. Və birinci olaraq biz nədən başlayırıq? Əlbəttə ki, short tekstlərimizdən. 5-ci sualı oxuyaq. Notice, the library will stop its work on Friday for a meeting with a famous writer. Bildirişlidir bu. Kitabxana məşhur yazıçı ilə görüş üçün cümə günü işi dayandıracaq. Neçənci gün? Cümə günü. Please return your books by the end of Thursday. Zəhmət olunuz kitablarınızı cümə axşamı günə qədər qaytarın. The library will start its work on Monday in the morning. Kitabxana deyir, işinə deyir, birinci gündür, səhərlər başlayacaq. Thank you for your understanding. Anlayışınız üçün təşəkkür edirik. A variantında nə deyir? Readers are invited to participate in the meeting. Oxucular görüşdə iştirak üçün dəvət olunurlar. Xeyr. The library will receive books at the weekend. Kitabxana deyir, kitabları həftə sonu qəbul edəcək. Xeyr. The library will be closed till the end of the Monday. Kitabxana bazar ertəsi günün sonuna qədər bağlı olacaq. The last day for returning books is Monday. Deyir ki, birinci günə qədər kitabları geri göndəriş birinci günə qədərdir. Xeyr, burada deyirdi ki, return on Thursday-yə görə idi. Yəni 4-cü günə idi. And the library will not work for a few days. Kitabxana bir neçə gün işləməyəcək. Mənə elə gəlir ki, burada nə deyirdi? Baxaq görək. Bir də baxaq. Kitabxana dəvətnamə göndərməkdi. Kitabları həftə sonuna qədər dəvət etmirdi, qəbul etmirdi. Çünki 4-cü günə qədər idi. Kitabxana birinci günün sonuna yox, səhər-səhərə qədər idi. Ona görə elə Y variantı doğru variantımız qəbul olunur. Növbəti tapşırığımız isə 6-cı sualdır. Gələk oxuyaq yenə mətnimizi. Nədən bəhs edir? Dear Mrs. Ridgewell, əziz, hörmətli xanım Ridgewell, thank you for your kind invitation to dinner on Thursday, January the 9th. 9 yanvar cümə axşamı günü şam yeməyinin dəvəti üçün təşəkkür edirəm. Unfortunately, Jack is away on business in Edinburgh. Təəssüflə olsun ki, deyir, Jack Edinburghda işgüzar səfərdədir. He will not return until Saturday, so we are not able to accept your invitation. O deyir, şənbə günə qədər deyir ki, aytmayacaq. Buna görə də mən sizin deyir, dəvətçi qəbul edə bilmirəm. And I am sure he is as sorry as I am to miss the pleasure of having dinner with you. Əminəm ki, o da sizinlə şam yeməyinin sevincini qaçırdığı üçün mənim qədər üzgündür. Yazsın Sarah Elizabeth Brown. Hörmətlə Elizabeth Brown. Burada kimi dəvət edirdi? Yəni, deyəcək bir məktub yazılırdı. Məktubu yazanda Elizabeth. Elizabeth Brown apologized for not being able to accept the invitation. Bu ilə bu olur. Belə deyil. Elizabeth dəvəti qəbul edə bilmədiyini görə üzr istəyir. Elə budur. Digərlərə baxaq. Mr. Ridgewell accepts the kind invitation. Bu Ridgewell'də məktub yazılmışdı. O qəbul etmirdi. Mr. Ridgewell wants to change the date of the günün dəyişmək istəyirdi. Xeyr, Jack accepts the invitation. Jack ümumiyyətlə evdə yox idi. Necə qəbul edə bilər? O da səhvdir. Elizabeth Brown is traveling Edinburgh to gecə vicə. Elizabeth də deyir, Jacklə Edinburgh'a getmişdi. Xeyr, o təkcə özü getmişdi. Ona görə A variantı doğrudur. 7-ci tapşırığımıza da baxırıq. Əziz Jane yazıb. Dear Jane. I hope you are doing well. Ümid edirəm ki, hər şey yaxşıdır, işləriniz yaxşı gedir. Last weekend I went to the museum with my family. Ötən həftə sonu ailəmlə birlikdə müzəyə getdim. The weather was sunny, so we went to the park from here and had a picnic. Hava deyir, çox yaxşı idi, günəşli idi deyir, burada deyir. Ona görə də oradan parka getdik və piknik etdik.
We played games and took many photos. Biz çoxlu oyunlar oynadıq, çoxlu şəkil çəkdik. In the evening we eat pizza at a small cafe near my house. Axşam çağıdır bizdir pizza yedik, yəni evimin yaxınlığındakı balaca kafedə. And what about you? Bəs siz? Did you do something fun last weekend? Ötən həftə sonu əyləncəli bir şey etdiniz. Best wishes Oscar. Xoş arzularla, ən xoş arzularla Oscar. Oscar deməli Jane-ə yazıb. Jane will meet Oscar to go to the museums together. Oscar, Jane deyir Oscarla birləşib, görüşübdir, muzeyə gedəcəklər. Birlikdə, xeyr. Jane meet Oscar's family during picnic in the park. Jane Oscar'ın ailəsi ilə deyir, görüşüb. Xeyr, bu deyil. Oscar invites Jane to eat pizza at a nearby cafe for dinner. Oscar deyir Jane'i evin yaxınlığındakı naharda pizza yeməyə dəvət edir. Xeyr. Oscar describes Jane how he spent his weekend. Bəli, o deyir həftə sonu necə keçirdiyin təsvir edirdi. Baxın, burada hamısı onunla danışır nə deyin. Oscar sent Jane his family photo in which they were having a picnic. Burada foto çəkdilər. Sadəcə demirdi ki, biz o göndərdik. Bu da deyir ki, Oscar deyəcəyinə onun ailəsinin hansı ki piknikdə birlikdə çəkdiyi şəkili göndərdi. Xeyr, D variantı ilə doğrudur. Növbəti mətnimizi də oxuyaq. Növbəti mətnimizi də hissə-hissə oxuyub tərcümə eləməyə çalışacağıq. Birinci hissəni oxuyuq, tərcümə edək, daha sonra növbəti hissələrə baxaq. For many years, some people in North America have reported seeing a strange monkey-like creature known as Bigfoot. Şimali Amerikada uzun illərdir ki, bəzi insanlar Bigfoot kimi tanınan qəribə meyinə bənzər bir məxluq görüblər. Bigfoot, it is believed that Bigfoot is very tall and enormous. Onlar inanırlar ki, Bigfoot çox uzun və nəhəngdir. Enormous. It has brown hair and walks on two legs like a human. Onun qəhvəyi saçı var və o insanlar kimi iki ayaq üzərində yerləyir. Scientists claim that Bigfoot is not real. Alimlər deyirlər ki, Bigfoot real deyil. But people who have seen Bigfoot believe that it really existed. Amma Bigfoot görən insan onun həqiqətən mövcud olduğunu neynirlər? İnanırlar, həqiqət olduğunu, mövcud olduğunu inanırlar. Növbəti esseyə baxaq. Nə deyir burada da? And the story of Bigfoot began in 1958 when a construction worker in California found large and mysterious footsteps on the ground. Bu deyir Bigfoot hekayəsi 1958-ci ildə Kaliforniya bir inşaatçı yerdə böyük sirli bir ayaq izləri tapdıqda başladı və nə deyir burada? A local newspaper published an article about mysterious footsteps and soon the story spread to the parts of the world. Yerlidir, qəzetdir, belə məqalədir, çap etdidir sirli ayaq izləri haqqında və tezliklə bu hekayə dünyanın bütün yerlərinə yayıldı. Aha, sonra bu hissəyə də baxaq. Soon people North America began to report that they also saw Bigfoot. Tezliklə deyir, Şimal Amerikada insanlar insanlar Bigfoot'u da gördüklərini məlumat verdilər, həmçinin deyir. So groups of people now as Bigfoot hunters try to find this creature. Beləliklə Bigfoot ovçularıdır. Kimi tanınan qruplar, Bigfoot ovçular kimi tanınan qruplar yarandı və bu varlığı neynəmək üçün tapmağa çalışdılar. On October 20th, 1967, two men claimed that they found Bigfoot near the area called Bluff Creek.
20 oktyabr 1967-ci ildə iki kişi Bigfoot'u Bluff Creek adlanan ərazidə yaxınlığında lentə aldıqlarını iddia etdilər. The video showed a large hairy creature walking in the forest. Videoda meşədə gəzən böyük tüklü bir məxluq göstərirdi. There are still some discussion whether this creature is real or not. Bu məxluqun olub-olmadığı ilə hələ də deyir müzakirələr davam edir. It seems that this discussion will continue for a long time. Görünür ki, deyir müzakirələr hələ də deyir davam edəcək. Complete the sentence according to the passage. Cümləyə tamamlayaq. Once the number of reports about the hairy creature increased Bigfoot hunters. Aha, deyir ki, orada deyir cümləni tamamlayacaq. Nə deyir? Tüklü məxluq haqqında xəbərlərin sayartdıqdan sonra böyük ayaqlı ovçular decided that it was hiding in the woods. Gizlənib, qərar gəldilər ki, o deyir, meşədə gizlənib. Went to the place it was seen before. Əvvəl görüldüyü yerə getdilər. Wrote a story about it. Hekayə yazıları haqda. Decided to look for it. Və onu axtarmağa qərara gəldilər. Thought about hunting it. Onu ovlama haqqında fikirləşdilər. Bunu neynədilər? Burada ikisi bir-birinə daha uyğundur. Neynirdi bu? Qərara gəlirdilər ki, try to find it. Neynəsə tapsınlar. Öldür, ovlamağa yox, tapmağa. Ona görə D variantı daha düzgündür. Mətn nə haqdadır? An article and a local newspaper. Yerli qəzet haqqındakı məqalə. Creature found by scientists. Alimlər tərəfindən tapılmış yaratıq. A strange creature in North America. Amerikadakı qəribə varlıq. People who saw Bigfoot. İnsanlar haqqında yox. A big man with long brown hair. Böyük adam olduğunu demirdilər. Orada deyirlər ki, hansısa bir yaratıqdan söhbət gedir. Məncə bu ilə C variantımız daha uyğun gəlir. Növbəti tapşırığımız yanlış olan variantı seçəcəyik. The information about Bigfoot started to spread in the 20th century. 20-ci əsrdə deyir, yayılmağa başladı. Baxırıq bura 1967-ci ildə artıq deyirdi, neynir? Bəli, bu 20-ci əsrə aid olunur. Bəli, bu doğrudur. Some people consider that Bigfoot is real. Bəzilər insanlar deyir ki, Bigfoot nədir? Həqiqətən də deyir, nədir? Gerçək olduğunu düşünürlər. Discussion about the hairy creature have ended. Bu deyir, müzakirələr sonlandı. Xeyr, baxın, axırda deyirdi ki, uzun müddətdir neynəyəcək, davam olunacaq. Elə C variantı doğrudur. The story about Bigfoot spread to other countries. Başqa ölkələrə də deyir, yayıldı. Unusual footsteps were found on the ground. Yerdə deyir, qəribə deyir, bir ayaq izi aşkar olundu. Qeyri-adi, bəli, bu da var idi. Ona görə C variantı doğrudur. Və növbəti how did doğru cavab verməliyim. How did the two men in North America try to prove that they saw Bigfoot? Deyir, iki dənə insan deyir, necə deyir, Amerikadakı iki kişi Bigfoot gördüklərini necə sübut etməyə çalışırdılar. They wrote an article about it for a newspaper. Qəzetdə məqalə yazdılar, xeyr. They took photos of footsteps of Bigfoot. Onlar şəklini çəkmişdilər, deyir, Bigfoot'un ayaq izinin. They interviewed people who saw Bigfoot. Onlar deyir, onu görənlərlə interview aparmışdı, müsahibə aparmışdı. They filmed a hairy creature on video. Bəli, onlar video çəkdiklərini göstərirdilər. They filmed Bigfoot walking in the city center. Şəhər mərkəzində gəzirdi. Xeyr, onlar baxın buradaydı o. Şəhər mərkəzinə hələ ki gəlib çatmamışdı. They filmed before near the area called Before Creek. Yəni bu yaxınlığında deyirdilər. Ona görə D variantı ilə doğru cavabımızı. Növbəti tapşırığımıza baxaq ki, hansı variantlar doğrudur. Yəni orada var. People from South America claim. Cənubu deyildi. Orada yazılmışdı ki, baxın, North America. Ona görə o səhvdir. Bir götürməyəcək. Scientists don't think that Bigfoot is real creature. Alimlər inanmırdılar. Baxın, burada var idi, deyirdi ki, alimlər neynəmirdi? Claim iddia edirlər ki, o deyir, real deyil. Bəli, 2 var.
Bigfoot has brown hair and it was on four legs deyir. 4 ayağı üzərində gəzirdi. Xeyr. O 2 ayaq üzərində gəzirdi. Ona görə 3 də yanlışdır. Deməli bizim elə 2 bir də 4-ümüz doğru olacaq. Bigfoot is believed to be a huge creature which looks like a monkey. Deyir o böyük bir nəhəng yaratıqdır. Deyir meymuna oxşayır. Bəli, burada da yazmışdı ki, meymuna oxşayan, bənzəyən. Deməli 2 4 nədir? Doğru variantımızdır. Keçirik indi növbəti tapşırıqlarımız nəyə? Qrammatikaya. Qrammatikamızda asan görünür. Birinci 13-cü tapşırığımıza nədir? Düzgün variantı seçin. There are little sugar in this cup of tea. There is olacaq, sugar sayıla bilmir, təkdədir. Ona görə is və was doğru variantdır. D variantı. Növbəti tapşırığımız if bağlayıcısına. If-dən sonra heç vaxt gələcək zaman işlənmir. Ona görə onu silirik. Birinci variantımız olar, bir düzdür. İndiki sadə zaman, növbəti gələcək zaman uyğunlaşır. Have called və have answered olmaz. Çünki bunlar zamansızlaşmasına uyğun deyil və bilirik ki, if-dən sonra hər iki tərəf qeyri-müəyyən zamanda da işlənə bilir. Ona görə 1-4 doğru cavabdır, D variantı. Növbəti tapşırığımıza baxırıq ki, nədir? Which words mean a plant? Hansı deyir? Belə deyək, bitki sözləridir. Winter qış fəsildir. Bir dəqiqə. Bir olan variantları silirik. Tree 2 düzdür. Traffic tıxac deməkdir. 3-ü də sildik. Qaldı flower-də. Bu nə çox sadə sualdır. Yəni deyək, uşaq kimi bunu digər bölgə, belə deyək, zonaların uşaqları çox belə deyək, qısqanclıqla qarşılayacaqlar. I think you, düşünürəm ki, spend more time with your children. Gərək deyir, meydən sonra to olmur, avtomatik bu səhvdir. Have-in to-su yoxdur, bu da səhvdir. Can't to-na işləmir, must to-na işləmir. Elə variantımız nədir? Necə də Hasan düşüb qrammatikası kimi. Should olmalıdır. Digərləri səhvdir. Did var cümlədə, didn't, inkardadır deyə və deyir, Jane didn't invite anybody from school to her birthday party. Nəyəsə əşyanı niyə belə deyə dəvət edir? İnkar olanları sildiyi, sam inkarda olmur. Anything əşyayatdır, heç kimi deyir, dəvət eləməyib deyir məktəbdən ad gününə. Ona görə B variantı doğrudur. Sonra choose a pair of words negative meaning. Mənfi mənalı sözü seçin. Rude, kobud, impolite isə nəzakətsiz deməkdir. Elə A variantı doğrudur. Honest, ruse, calm, sakit, tasty, dadlı, delicious, dadlı, beneficial, helpful, yəni bunlar da köməkçi, perfect, ideal, mükəmməl, ideal. Yəni A variantı doğrudur. Çox sadə suallardır uşaqlar. Destroy, dağıtmaq deməkdir. Encourage, cəsarət etmək, ruin, korlamaq. Burada nə deyirdi? Bir dəqiqə. Təzədən baxın buna. Şərtini oxumamış. Dedi ki, nə deyir? Bizə yaxın mənalı sözlərimizi seçirik. Destroy, məhv etmək, encourage, cəsarətləndirmək, həvəsləndirmək, ruin, xarab etmək, scroll, to scroll nə idi? 4-cü sürüşdürmək, 5-də də spoil da yenə xarab etməkdir elə. 1, 3, 5. Arada da elə Y variantı doğru variantımızdır. Düzgün variantı seçirik. Burada da the room was decorated with toys. Yəni, nəylə, otaq deyir nəylə, oyuncaqlar ilə bəzənmişdi. In içinə girməz, anda altında olmaz, ət yanında olmaz, into içərisində olmaz. Çox sadə. 21-ci tapşırığa da baxırıq. Nə deyir? Mary saw a yellow car. Çünki maşın sayıla bilən tək isimdir. Qarşısında təsviri təyin olunduqda artikel işlədir. Harada? Bir də in the car. In the park. Böyle həmin söhbət parkdan getdiyinə görə Y variantı nədir uşaqlar? Doğru variantdır. Növbəti tapşırığımıza baxırıq. Növbəti tapşırığımıza da məhç etməkdir. Burada da asan sözlər görürük biz. Yəni tam məktəb proqramına əsasən hazırlanmış sözlərdir. Attack, hücum etmək, improve, inkişaf etdirmək, concentrate isə diqqətini cəlb etməkdir. Məncə bu 8-7-ci siniflərdir.
To give all your attention to something and not think about anything else. Bu elə A variantıdır. Yəni bir şeyə diqqətini toplamaq, heç nəyə, başqa şeylə fikirləşməmək. To start fighting or hunting somebody or something. Nəyəsədir, döyüşmək falan. Bu attack hücumdur. Improve the to make something better before, əvvəlkindən daha yaxşı eləmək. O da olacaq C variantı. 1B, 2C, 3A. Y variantı doğrudur. 23-cü tapşırığımıza da baxırıq. Nə deyir? Burada olacaq düzgün option, yəni sual cümləsi. Books do you usually read? Is Mr. Brown's feedback. What books do you usually read? Hansı kitabları oxuyursunuz? Və what is Mr. Wilson's feedback? Mr. Wilson'ın belə deyək, geri dönüşləri, feedbackləri, rəyi nə idi? Ha olmaz, necə deməkdir, why nə, üçündür, whom kimi, kimə, who kim, yəni burada B variantı doğrudur. Passive voice, məşğul növ nədir? Made, Sally made keçmiş zamandır və deyir nədir? Correct sentence. Choose the correct passive voice version of the given sentence. Sally made monthly payment to the bank. Sally was made monthly payments. Sally həmin adamdırsa bu olmaz. Monthly payments were made to the bank. Bəli ki olar. The bank was made monthly payments. Monthly payments were made to Sally. Sally üçün yox. Burada olacaq elə B variantı. Növbətə davam edək. Deyir ki, I was late as I took the wrong bus. Burada da sinonim, belə deyək, yaxın mənalı olan variantlar keçiririk. As nə, because, çünki deməkdir. Ona görə 1-4 nədir? Doğru variantımızdır. Şəkil üzrə iş tapşırığımızda görürük ki, biz görürük ki, piknikdə 3 nəfər dincəlirlər və daha sonra onlar üşüyürlər və uşaqlardan söhbət gedir. Hava dəyişir, yağış yağmağa başlayır. Baxın, burada günəş yoxa çıxır və valideynlər onlar üçün xüsusi geyimlər gətirirlər. Belə deyək ki, necə deyək burada? Deyək ki, there was sunny and we with my məsələn üçün deyək, John decided to picnic, to go to the camp with his friends, Ali and Nana, and they were sitting outside the tent, and suddenly it was rain, and the weather was changed, the weather was changed, and it started raining, and it was very cold, and they were not clothes to wear, and after it their family came and give them warm clothes. Yəni yun köynəklər verə bilərlər. Belə deyək, bu qədər. Növbəti dinləməmizi tapdıqdan sonra yükləyəcək.